Salam şagirdlər, bu videoda Güvən 8-dən funksiyalar mövzusunun A variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar A variantında birinci sualdan. Bizə deyir, aşağıdakı nöqtələrdən hansı apsis oxu üzərində yerləşir? Uşaqlar, düzbucaqlı koordinat sistemində biz x-a apsis deyirik. Y-ə isə ordinat deyirik. Əgər həmin nöqtə x oxu üzərində, yəni apsis oxu üzərindədirsə, həmin nöqtənin apsisi, yəni x-i var, y-i sıfıra bərabərdir. İndi baxaq görək, hansı nöqtədə x var, y yoxdur. Biz bilirik ki, birinci x-in qiymətidir, ikinci y-in qiyməti, doğrudurmu? Baxaq, bax, birincidə A variantında x-i də var, y-i də var. B-də isə x-i yoxdur, y-i var. C-də isə bax verib 1, 0. Yəni x-i var, y-i sıfırdır. Cavabımız oldu C variantı. İkinci sualdayız. Aşağıdakı nöqtələrin hansı ordinat oxu üzərində yerləşir? Yəni y oxu üzərində yerləşir. Əgər y oxu üzərində yerləşirsə, onun x-i sıfıra, y isə hər hansı bir qiymətə bərabərdir. Onda olacaq nə? Cavabımız ilə A variantı olacaq. Yəni 0, 2. Yəni x-i sıfırdır, y isə 2. Daha sonra üçüncü sualda isə deyir ki, A, 2, 3 nöqtəsinə apsis oxuna görə simmetrik olan nöqtəni tap. Deməli, uşaqlar, baxın, bizə deyir ki, apsis oxuna görə olan simmetrik nöqtəni tapın. Əgər biz bunu x oxuna nəzərən, x oxuna görə simmetrik olan nöqtəni deyirsə tapın, biz bilirik ki, həmin nöqtə x-i olduğu kimi qalacaq, y isə dəyişəcək. İşarəsini dəyişəcək. Bax, hansı oxu deyirsə, o ox qalır, digəri dəyişir işarəsi. Başa düşdünüz? Və yaxud bunu qrafik üzərində əyani şəkildə göstərin, baxın. Əslində, qrafik daha asandır, uşaqlar. Bəzən olur ki, hansı oxa görə deyirsə, o şəxsən məndə çaşqınlıq yaradır. Tutaq ki, deyir, A nöqtəsi haradadır? X-in ikisində, tutaq ki, deyirəm, yerini götürürəm, bura 2, y-in 1, 2, 3-ündə, düzdür, bura 3. Həmin nöqtə harada yerləşir? Burada. Bax, A nöqtəsi burada yerləşir. İndi onu x oxuna nəzərən simmetrik, bax, bu oxa nəzərən simmetrik çevirsək, təsvir edin ki, buranı, bu oxa, bu kitabın ortasıdır, bu bir səhifəsidir, bu da digər səhifəsidir. İndi bu səhifəni qatlayırsınız, bura ortasıdırsa, qatlayıb bu tərəfə yapışdıran nə olur? Bu 3 gəlir 1, 2, 3, düşür bura, mənfi 3 olur. Deməli, həmin nöqtə olur bura. Yəni, A ştrix. Buranın koordinatı nə oldu? X-i nədir? 2-dir, y isə mənfi 3-dür. Deməli, A ştrix oldu nə? 2, mənfi 3. Bu forma mənə daha asan gəlir. Yox, əgər sizə asan gəlirsə bunu, bu asan gəlirsə bunu yaza bilərsiniz. Dördüncü sualda isə deməli, 3-də hansı variant oluyor? Demədik. Yoxsa dedim? Yox, demədim. 3-də deməli, cavabımız oldu 2, mənfi 3. Yəni B bəndi. Deməli, dördüncü sualda isə deyir ki, A mənfi 3, mənfi 4 nöqtəsinə ordinat oxuna nəzərən simmetrik olan nöqtə. Uşaqlar, hansı oxa ordinat oxu nə oxu idi? Y oxu idi. Y oxuna nəzərən deyirsə, y olduğu kimi qalacaq, x-in işarəsi dəyişəcək. Olacaq A ştrix deyək də, olacaq müsbət 3, mənfi 4 qalacaq. Bax, yenə deyirəm, hansı ox deyirsə, o ox qalır, qiyməti qalır, digər oxun qiyməti dəyişir. Olur müsbət 3, mənfi 4. Cavabımız olar B bəndi. Bəli, olar B bəndi. 5-ci sualda isə bizə verib y bərabərdir 2x plus 9. Funksiyası üçün x bərabərdir mənfi 3 olduqda y tap. Uşaqlar, funksiya verib, deyir x mənfi 3-dür. Gətirib yerinə qoyursan, yazıram y bərabərdir 2 vur, x-in qiymətidir mənfi 3-dür, üstünə 9 gəl. Neçə deyir? Mənfi 6 üstə 9. Bizə verir müsbət 3. Y-in qiyməti oldu müsbət 3. Cavabımız olar C bəndi. Daha sonra 6-cı sualda isə
Y bərabərdir 3x çıxaq 5 funksiyası üçün y bərabər 1 olduqda x-i hesablayın. Yine getirib yerine qoyacaq y-in yerine 1 bərabərdir 3x çıxaq 5. Burada alıram 3x bərabərdir 1 üstə 5 edir 6. Onda x bərabərdir nəyə? 6 böl 3, yəni 2. X-in qiyməti oldu 2, yəni D bəndi. 7-ci sualda isə fx uşaqlar, bir də sənə nə deyəcəm? 2x plus 1 olarsa bizdən f1'i sor. Uşaqlar, diqqət edin. Burada fx görəndə demin, ayda mən bu fx nədir onu bilmirəm. Fx funksiyada y yazıla bilər, nə bilim jx kimi də yazıla bilər. Yəni bu fx-in, bu y-dən jx-in fərqi yoxdur. Eyni şey. Tutaq ki bunu necə verib? Düşünün. Yazıram y-dən. Y bərabərdir 2x üstə gəl 1 formasına verib. Fx yox, y yazıb. Onu nə edirdiniz? Bizdən nəyə soruşur? F1'i. Yəni x-in yerinə 1 qoy. Bizdən nə verib? Elə ki belə düşünün də. Bir də saniyə. Hə. Deyir ki, x-in qiyməti 1 olarsa, bunu hesabla. X-in qiymətini tap. F1'in yəni. Onda indi yazacaqsan nə? F1 o deməkdir ki, bu tənlikdə x-in yerinə nə qoy? 1 qoy. Bərabər 2 vur 1 üstə 1. Deyir 3. Deməli F1 nə oldu? 3'ə bərabər. Cavabımız olacaq C bəndi. 8-ci sualda isə baxın yenə verib. Fx bərabər 3x çıxaq 4 olarsa bizdən f2'ni soruşur. Baxın burada x-in yerinə nədir? 2. Bizdən deyir ki, x-in yerinə 2 qoy hesabla bu funksiyada. Yazıram f2 bərabərdir 3 vur 2 çıxaq 4. Bərabərdir 6 çıxaq 4 bərabərdir 2. Cavabımız olar A bəndi. 9-cu sualda isə y bərabərdir 2x çıxaq 6. Düz xətti apsis soxunu hansı nöqtədə kəsir? Baxın, diqqət edin. Deyir ki, apsis soxun, yəni x soxun. Bax, bu x-dır, bu y oxuda, düzdür. Bizə deyir ki, x soxun harda kəsir? Gəlin, y-ə 0 deyək. Görə x soxun harda kəsir? Çünki biz x soxun kəsirsə, tutaq ki, burada kəsir. Buranın koordinatları nədir? X-in hər hansı bir qiyməti y 0'da, düzdür. Dedik ki, indi birinci sualda biz dedik ki, əgər funksiyanın qrafiki x oxu üzərindədirsə və yaxud nöqtə x oxu üzərindədirsə, dedik ki, həmin nöqtənin x-i var, y 0'a bərabər. Yox, əgər daha doğrusu y xətti üzərindədirsə, yəni ordinat oxundadırsa, onda oranın y var, x-i 0'dır. İndi x oxu üzərindədirsə, onun y 0'dır. Yəni y 0 deyib nə alırıq burada? 2x çıxaq 6 bərabər 0. 2x bərabər 6, x bərabər 3. Deməli o x oxun 3 nöqtəsində kəsilmiş. Yəni 0 x3 aldı da, düzdür. 3 0 qiymətində kəsildi. Cavabımız olacaq C bəndi. 10-cu sualda isə bizə verib y bərabər 9 çıxaq 3x düz xətti yenə apsis oxunu deyir. Əgər apsis oxun hansı nöqtə kəsirsə, yəni apsis oxun kəsirsə, onun ordinat oxu 0. Onda 9 çıxaq 3x bərabər 0 götürsək, 3x bərabər 9 olsa, onda x bərabər 9 böl 3 edir 3. Deməli 3 0 qiymətində kəsir yenə. Cavabımız olacaq yenə D variantı. Daha sonra 11-ci sualda isə bizə verib y bərabərdir mənfi 2x üstəgəl 2 xətti funksiyanın qrafiki hansı rübdə yerləşir? Aha, diqqət edin. Uşaqlar, biz dedik ki, düzbucaqlı koordinat sistemində bu y-dir, bu x-dir. Dedik ki, rüblər var və o rüblər birinci rübdən başlayaraq dördüncü rübəcən işarələnir və saat əqrəbinin əksi istiqamətində nömrələnir. Daha doğrusu bir saniyə nə deyil? 11 qrafika hansı rübdə yerləşir? İşarələnir. Bu oldu ikinci rüb, bu oldu üçüncü rüb. Saat əqrəbinin əksi bu formada da, yəni. Bu oldu dördüncü rüb. Bu formada işarələnir. Bax, bura 1,
Bura 2, bura 3, bura 4. İndi bizə deyir ki, funksiyanın qrafiki hansı rübdə yerləşir? Gəlin bunu əyani şəkildə sizə göstərim. Da deməyin ki, biz bunu başa düşmədik, mən anlamadım o necə oldu. Uşaqlar, kitab deyir ki, k, yəni bir xətti funksiyanın düsturu necə yazılıb? Y bərabərdir kx üstəgəl b. Düzdür? Burada k harda durub? X-in əmsalıdır, düzdür? Deyirdik k sıfırdan kiçik, b sıfırdan böyük olarsa, funksiyamızın qrafiki necə keçəcəkdir? X oxu ilə mənfi, yəni kör bucaq əmələ gətirəcəkdir. Keçəcəkdir bu formada. Bu hansı rüblərdir? 1, 2, 4-cü rüb. Bax, 1, 2 və 4-cü rüb demək. Deməli, 1, 2, 4-cü rübdən keçəcək. Cavabımız oldu B variantı, bunu qoyduq qırağa. Bu heç. Tutaq ki, deyək ki, mən K-nın mənfi, B-nin müsbət olduğunu bilmirəm. Onda gəlin bu funksiyadan istifadə edib funksiyanın qrafikini quraq. Görək necə qura bilərik. Uşaqlar, bir dəfə mən x-a 0 deyirəm bu funksiya üzərində. X-a 0 deyirəm. Y-ni alıram. Burası 0 yazsam nə olur? Y bərabərdə 2 olur. Aha, y-in 2 qiymətini aldım. Bu oldu. Koordinat sistemində bunu qeyd edirəm. Bura 2. Aha. Bir dəfə y-ə 0 deyirəm. Baxın. X-a 0 dedim ona görə ki, görüm y oxun harda kəsir. Bildim ki, 2-də kəsir. Bura qeyd etdim. Y-ə 0 deyirəm ki, görüm x oxun harda kəsir. Onda x bərabər olur nəyə? Tənlik yazaq. 0 bərabərdir mənfi 2 üstəgəl 2. Burada alıram mənfi 2x bərabərdir mənfi 2, x bərabərdir 1. Sən demə x yəni apsis oxunda bu 1 nöqtəsində kəsirmiş. X'imiz oldu 1. Onda bizim qrafik olacaq bu formada. Və hardan keçir aydın olacaq. 1, 2, 4-cü rüblərdə. 12-də isə deməli cavabımız oldu nə? 1, 2, 4, B bəndi. Deyir, verib bizə y bərabərdir mənfi 3x çıxaq 3. Xətti funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Baxın uşaqlar, yenə deyirəm, əgər k mənfi b-də mənfidirsə, onda deyəcəyik ki, keçəcək 2, 3 və 4-cü rüblərdən. B-nin qiymətindən asılıdır. B əgər müsbət olsa yuxarıdan keçəcək, B mənfi olsa aşağıdan keçəcək. Deməli, hardan keçdik? 2, 3, 4-cü rüblərdən. Cavabımız olar D bəndi. Daha sonra 13-cü sualda isə K-nın hansı qiymətində y bərabərdir kx üstəgəl 1 funksiyasının qrafiki A 2, 7 nöqtəsindən keçir. Deməli, bu funksiyanın bir qrafiki var, hansı ki qurulub və A nöqtəsi A nöqtəsindən keçir. A-nın 2, 7 nöqtəsindən keçir. Bu A nöqtəsinin x-inin qiyməti, bu A nöqtəsinin y-nin qiymətidir. Deməli, mən y-in yerinə 7 yazsam bərabərdir k vuraq 2, x-in yerinə yazdım, üstəgəl 1. Bu tənliyi həll etsəm, bilirəm ki, k-nın filan qiymətini bu A nöqtəsindən keçirmiş. Baxaq, 2k bərabərdir 7 çıxa 1. 2k bərabərdir 6, onda k bərabərdir 3. Deməli, k-nın 3 qiymətində həmin funksiyanın qrafiki A nöqtəsindən keçirmiş. Cavabımız oldu nə? B bəndi. 14-də isə uşaqlar, 14-də baxaq. K-nın hansı qiymətində yenə y bərabərdir kx çıxaq 3 funksiyasının qrafiki yenə deyir A 2, 3 nöqtəsindən keçir. Deməli, mən bilirəm ki, y-in qiyməti 3-dür, x-in qiyməti 2-dir. Gətirib yerinə qoyuram. 3 bərabərdir 2k çıxaq 3. Burada alıram 2k bərabərdir 3 üstə 3 deyəcək 6. Onda k bərabərdir 6 bölə 2 deyəcək 3. Deməli, k-nın 3 qiymətində. Cavabımız olacaq yenə C bəndi. 15-də isə cədvələ əsasən xətti funksiyanı yazın. Diqqət edək uşaqlar.
Bu x'in qiyməti bu y-in. Deməli 0, 1, 2, 3. Deməli x-a 0 deyəndə y alıb 3. X-a 1 deyəndə y alıb 5. X-a 2 deyəndə alıb 7. X-a 3 deyəndə alıb 9. Aha. Uşaqlar, deməli biz bilirik ki, y bərabərdir kx üstə gələk b idi bizim funksiyamız. Xətti funksiyanın qrafiki. İndi bizə deyək xətti funksiyanın neyin? Aha, düsturun yazında belədir. Deməli 3 bərabərdir. Yox, belə yaza bilərik, belə də yaza bilərik. Ən yaxşısı gəlin yerinə qoyaq, rahat hesablayaq. A variantını yerinə qoyaq. 0 gətirib yerinə qoysam 0 üstə 1, 1 eləyir. Bu deyil. B bəndinə yerinə qoysam 0 üstə 1, bu da deyil. C bəndinə yerinə qoysam, aha, alıram. Baxın, x-in yerinə, diqqət edin bura. Bax, bu x-in yerinə 0'ı qoysam, alacaq 0 üstə 3, y alıram 3. Aha, bu doğru. 1'i qoydum yerinə, 1 üstə 3 eləyir 4. Xeyr, doğru deyil. Deməli, bu da deyil. Deməli, cavabımız olacaq D variantı. Gətirib 0'ı burada yerinə qoysam, 0 vuraq 2 eləyəcək, 0 üstə 3 eləyəcək 3. Aldım 3'ü, doğrudur. 1'i yerinə qoysam, 2 birim 2 üstə 3, 5, doğrudur. 2 qoysam yerinə, 2 kim 4 üstə 3 eləyəcək 7, doğrudur. 3 qoysam, 3 kim 6 üstə 3, 9, doğrudur. Deməli, cavabımız olar D variantı. Və yaxud x-in yerinə 0 qoysu, y 3 almalı. Onda 3 bərabərdir. Burada nə alıram? K vuraq 0 üstə gəl B. Bu eləyir 0. B-ni alıram nə? 3. Düzdürmü? B-ni aldım 3. Gətirib 1'i qoysam yerinə. 5 bərabərdir. K vur 5. Daha doğrusu K vur x, yəni 1. Üstə gələ 3 olur da, düzdürmü? Baxı, B-ni 3 tapmışıq. Burada K-nı nə alırıq? 5 çıxar 2. Deməli, B-miz də var, K-mız da var. Funksiyanın qrafiki olacaq y bərabərdir. Kx, yəni 2 vur x, üstə gələk B, yəni 3. Olacaq funksiyanın qrafiki bu formada. Daha doğrusu qrafiki yox, funksiyamız olacaq bu formada. 16-cı sualda isə uşaqlar, burada da eyni cədvəl aslında xətti funksiyanı yazın. Yenə baxın, y bərabərdir kx üstə gəl B. Gətirib cədvəlin birincisində 0'ı qoyub yerinə həll edirik. Yazıram. Y-in qiyməti nədir? -1 bərabərdir. K vuraq 0 üstə gələk B. Burada nə alıram? 0'ın üstə B gələndə -1 edib. Deməli, B özü nə imiş? -1 imiş. Düzdür. B-ni tapdıq. Gəlin K-nı tapaq. İkincini qoyuram yerinə. 1 bərabərdir. K vur x, yəni 1 üstə gələk B. Burada nə alıram? K, B nədir? B -1 da. Yerinə qoyaq. Olacaq -1. Aha. K vur 1 eləyir K bərabərdir. -1 üstə gələk 1. Daha doğrusu -1 çıxa biləcək. -2. Yoxsa müsbət 2 bir saniyə. Yox, -2 edəcək. Bir saniyə alacağım, K çıxaq 2 bərabərdir. 0 K bərabərdir, müsbət 2 olacaq. Deməli, K-nı tapdıq müsbət 2. Düzdürmü? İndi K müsbət 2-dirsə, B-də var. Onda y bərabərdir. K 2 olacaq, vuraq x üstə gəl. B-də nədir? -1. Olacaq çıxaq 1. Cavabımız oldu. Y bərabərdir 2x çıxaq 1. Yəni B variantı. 17'də isə y bərabərdir 2x funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Uşaqlar, y bərabərdir kx funksiyası düz mütənasib asıllığı və birinci, üçüncü rübdən keçirdi. Koordinat başlanğıcından. Hansı hallarda, bu uşaqlar koordinat başlanğıcı deməkdir. Hansı hallarda k sıfırdan böyük olarsa. K'mız nədir? 2'dir. Sıfırdan böyükdür. 1 üstdən keçir. Amma əgər k mənfi olsaydı, onda keçəcəkdir ikinci, dördüncü rübdən. Deməli, müsbət olduğu üçün keçdi 1-dən və 3-dən. Cavabımız B bəndi olar. Amma 18-ci sualda isə k nədir? Y bərabərdir -3x. Nədir bu? X-in əmsalı K'dır. K nədir? Mənfidir. K sıfırdan kiçik olduğu üçün keçəcək 2 və 4-cü rübdən.
2 və 4-cü rüblər. Cavabımız olacaq D bəndi. 19-da isə y bərabərdir -2. Uşaqlar, y bərabərdir -2 düz xəttdir. Y-in -2-sindən keçir. Bu y oxudu, bu x oxudu da. -2-sindən keçir və x oxuna paralel olaraq keçir. Bura -2-dir. Deməli, baxın, x oxuna paralel keçir və heç bir şey vəsi yoxdur. Y-in -2-sindən keçir. Hansı rüblərdən keçir? Deməli, bu 3-cü rübdür. Bu da 4-cü rübdür. Deməli, hansı rüblərdən? 3 və 4-cü rüblərdən keçdi. Cavabımız olar D. 20-ci sualda isə x bərabərdir 4. Uşaqlar, x bərabərdir 4 funksiyasının qrafiki x-in 4-ündən keçib y oxuna nədir? Paraleldir. Baxın, x-in 4-ündən keçir, y oxuna paraleldir. Deməli, keçir hansı rüblərdən? 1-ci və 4-cü rüblərdən. Cavabımız olar 1, 4. Yəni B bəndi. 21-ci sualda isə bizə deyir ki, 2-6 nöqtəsindən keçən düz mütənasiblik asılılığın düsturunu yazsın. Uşaqlar, biz bilirik ki, y bərabərdir kx düz mütənasiblik asılılığın düsturu. İndi bizə deyir 2-6 nöqtəsindən, yəni x 2-dir, y 6-dır. Onu yerinə qoysam, yazıram 6 bərabərdir 2 vuraq k. Burada k bərabər nə alıram? 6 bölü 2, yəni 3. İndi k üstsə y bərabərdir 3 vuraq, k-nı yerinə qoyum da x. Bu düz mütənasiblik asılılıq. Cavabımız olar B bəndi. 22-də isə deyir ki, -3, 12 nöqtəsindən keçən düz mütənasiblik asılılığın düsturudur. Yenə y bərabərdir kx düz mütənasibliyin asılılığın düsturudur. Gətirib yerinə qoysam 12 y-in qiymətidir. -3 vuraq k. Burada k bərabər 12 böl -3, yəni -4. K -4 isə gətirib burada yerinə qoysam, alaram y bərabər -4x. Bu da olar mənim düz mütənasib asılılığım. 23-də isə y bərabərdir 2x üstə gəl 3. Düz xətti aşağıdakı düz xətlərdən hansına paraleldir? Uşaqlar, var idi deməli düz xəttin digər düz xəttdə kəsişmə halı, paralel halı, bir də üst-üstə düşmə halı var idi. Əgər deyirdik ki, k-lar, yəni tək k bir-birinə deyək, k2 k-lar müxtəlif olsaydı, bir-birindən fərqli olsaydı, deyirdik ki, bu düz xətlər kəsişir. K-lar bir-birinə bərabər olsaydı, b-lər fərqli olsaydı, deyirdik ki, bunda paraleldir. Amma k-lar da b-lərdə bir-birinə bərabər olsaydı, deyirdik üst-üstə düşür. İndi bizə paralel halını soruşursa, onda k-lar bərabər. Onda həmin düz xəttin tənli olacaq y bərabərdir 2x, arxası nə olsun? 2x harada var? Çıxaq 3. A variantında var. Cavabımız olar A variantı. 24-də isə deyir ki, y bərabərdir 4x üstə gəl 1 düz xətti aşağıdakı düz xətlərin hansına paraleldir? K-lar bərabər olmalı. Onda digərinin k-sı y bərabər 4x, yəni k-lar bərabərdir. K-sı 4x olsun. Ardı nə olsun? Verib burada hansı bir dənə B variantında var. 4x çıxaq 1. Oldu cavabımız. 25-də isə k-nın hansı qiymətində y bərabərdir kx üstə gəl 4 düz xətti ilə y bərabərdir 2x üstə gəl 3 düz xətti paraleldir. Paraleldirsə k-lar bərabərdir. Onda bunun k-sı 2-dirsə, bunun da k-sı 2 olmalıdır. Düzdürmü? Paralel deyirsə. Onda k-nın 2 qiymətidir. Cavabımız olar B bəndi. Şifahi. 26-da isə deyir k-nın hansı qiymətində y bərabərdir kx çıxaq 2 düz xətti ilə bu düz xətti paraleldir. Hansı y bərabər -3x çıxaq 4. Uşaqlar, k-lar bərabər olmalıdır. K-lar ki, bunlar bir-birinə paralel olsun. Onda k bərabər nəyə? -3-ə. Cavabımız olar C bəndi. 27-yə baxaq.
Y bərabərdir 3x üstəgəl 2 düz xəttinə paralel olan düz mütənasib astlığın düsturu y bərabərdir kx-dir. Əgər bu düz xəttinə bu mütənasiblik paraleldirsə, düz mütənasib astlığın qrafiki paraleldirsə, onda k-lar bərabər olmalıdır. Bunun k-sı nədir? 3. Onda y bərabərdir olar 3x. Cavabımız olar B bənd. 28-də isə yenə verib y bərabərdir 3x üstəgəl 2 düz xəttinə paralel olan, yox 28 üzr istəyirəm. 28-də bizə deyək ki, y bərabərdir 2x çıxaq 4. Düz xəttinə paralel olan düz mütənasib astlığın düsturu y bərabərdir k-ları bərabər olmalı. K-sı nədir? O zaman 2x. Cavabımız olacaq D bənd. 29-da isə 2 düz xəttinə paralel olan düz mütənasib astlığın düsturu y bərabərdir. Paraleldirsə şöyle k-lar bərabər. Bunun da k-sını olacaq 4x. Ardı nə olsun? Hə, bizə deyir düz mütənasib astlıq. Hə, y bərabər 4x olar. Elə bildim düz mütənasib astlığın düsturunu deyir budur. Amma düz xəttin tənliyi desəydi, hə, onda kx-sə 5 şəklində yazardıq da. Cavabımız oldu nə? 29 B bənd. Baxaq 30-cu suala. 30. Aha, bizə verib y bərabərdir. K1 x üstəgəl B1 yazıram. Y bərabərdir. K1 x üstəgələk B1. Bir də verib y bərabərdir. K2 x üstəgəl B2. Düz xətləri bir nöqtədə kəsişirsə. Aha. Aşağıdakilərdən hansı doğrudur? Uşaqlar kəsişirsə dedik K1 fərqlidir K2-dən. Təbii ki B1 də fərqlidir və yaxud bərabərdir, fərqi yoxdur. Yox, dəxli yoxdur. B1-in B2-nin fərqi yoxdur. Deməli, belə bir variant varmı? K1 K2-dən fərqli. Deməli, hə, D variantı bəli var. Sonra 31-də isə deyir ki, 31-də düz xətlə paralellarsa aşağıdakilərdən hansı doğrudur? Paralellarsa uşaqlar K1-in K2-yə bərabərliyini dedik. Daha sonra dedik B1 fərqli bərabərdir B2-dən. Bu paralel olan haldır. 32-də isə görə üst-üstə deyəcək. Hə, üst-üstə düşmə halı. K1 K2-yə bərabər B1 B2-yə bərabər olan halda həmin paralel xətlər üst-üstə düşür. Biri digərinin üstündə olur. Sonra, bu da oldu hansı variant? 32, deməli, ikisi də bərabər var. Bəli, A variant. 33-də isə deyir ki, y bərabərdir 2x üstəgəl 5 funksiyasının qrafiki hansı hürblərdə yerləşir? Uşaqlar, K nədir? Müsbətdir. B nədir? O da müsbətdir. K-nın B-nin müsbətliyi nəyi göstərirdi? Buradan keçirdi. Bu hansı hürblərdir? 1, 2, bu da 3-cü hürb. Deməli, harada oldu? 1-ci, 2-ci, bu da 3-cü hürblərdən. Belə bir cavab, deməli, böyle var. A variantında var. 34-də isə deməli, nə deyir? Deyir, y bərabərdir mənfi 3x üstəgəl 4. Funksiyasının qrafiki hansı hürblərdən keçir? K nədir? 0-dan kiçikdir. B nədir? 0-dan böyükdür. K-nın 0-dan kiçik halı nə deməkdir uşaqlar? Bu x-dir, bu da y-dir. Baxaq. Keçəcək deməli. K-nın 0-dan kiçik halı B-nin isə müsbət. B-nin müsbət halı y-in müsbətidir. K-nın 0-dan kiçiyi isə keçəcək. Bu nöqtəni tutaq ki, buradan qoyaq. Olsun ki, buradan keçir. Hə, hansı hürblər oldu? 1-ci, 2-ci, bir də 4-cü hürblərdən keçdi. Deyirdi ki, K əgər 0-dan kiçikdirsə, apsis oxu ilə həmin düz xətt kör bucaq əmələ gətirir. Yəni 90-dan böyük bucaq əmələ gətirir. Deməli, cavabımız oldu hansı variant? Deməli, 1, 4-cü. Cavabımız olar B bənd. Sonra 35-ə baxırıq.
Y bərabərdir 4x çıxaq 3. Funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Uşaqlar baxın, k müsbətdir, b nədir? Mənfidir. Diqqət edin. K-nın müsbət, b-nin mənfi halı buradır. K-nın müsbət halı buradır. Olacaq hansı rüblərdən? 1, 4, bir də 3-cü rüblərdən keçir. Deməli, 1, 3, 4-cü rüblərdən. Cavabımız olar C variantı. 36-da isə yenə verib bizə y bərabərdir mənfi 5x çıxaq 2 funksiyasına görə hansı rüblərdir? Uşaqlar diqqət edin, k mənfidir. B də nədir? Mənfidir. K-nın da B-nin də mənfi halı hansıdır? Budur. Əyri oldu. Hansı rüblərdən keçdi? Deməli, 2-ci rüb, 3-cü rüb, bir də 4-cü rübdən. 2, 3, 4-cü rüblərdən keçdi. Cavabımız olar D variantı. 37-yə baxırıq. Deyir bizə y bərabərdir kx üstəgəl b funksiyasının qrafiki. O x oxunun müsbət istiqamətlə iti bucaq əmələ gətirirsə. Uşaqlar, baxın. Bu x oxudur, bu y oxudur, bu da 13. Deyir, o x oxunun müsbət istiqaməti bu tərəfdə, bu koordinat başlanğıcından sağ tərəfdir. Düzdür, bu tərəfdir. Deyir, müsbət istiqaməti ilə iti bucaq əmələ gətirirsə, bu deməkdir ki, bu formada keçir. Düzdürmü? Aha. İti bucaq əmələ gətirirsə, k aşağıdakilərdən hansı ola bilər? K təbii ki, müsbət ola bilər. K müsbət olmalıdır ki, iti bucaq əmələ gətirsin də. Deməli, cavabımız nə olacaq? Müsbət harda var? D variantında var. Cavabımız olar D bəndi. Sonra 38-də isə yenə deyir, y bərabərdir kx üstəgəl b funksiyasının qrafiki. O x oxunun müsbət istiqamətli kör bucaq. Baxın uşaqlar, deyir o x-la kör bucaq əmələ gətir. Bu formada keçir. Onda k nə olacaq? K-nı deyir, yoxsa nəyi deyir soruşur? 38-də deyir ki, kör bucaq əmələ gətirirsə, k aşağıdakılar hansı olacaq? Təbii ki, k mənfi olacaq ki, bu kör bucaq əmələ gətirəcək. Dedik ki, k nə idi? Bucaq əmsalı idi, düzdür mü? Biz dedik ki, gətirirsə, aşağıdakilərdən hansı olur? Bucaq əmsalı dedik ki, baxın, əgər o x oxunun müsbət istiqamətlə iti bucaq əmələ gətirirsə, 37-də, dedik ki, k müsbət. Kör bucaq əmələ gətirirsə, dedik nədir? Mənfidir. Onda k oldu nə? Mənfi. Cavabımız mənfi olan yalnız A variantında verilib. 39-da isə bizə verib y bərabərdir 3x üstəgəl 2 düz xəttinə paralel olan və 1 nöqtəsindən keçən düz xəttin tənliyi yazın. Uşaqlar, düz xəttin tənliyi olacaq y bərabərdir kx üstə b. Paraleldirsə buna, bu verilənə, onda k-sını bilirik 3-dür. Çünki paraleldə k-lar bərabər olur da, düzdür, k1, k2. Yəni, digərini kx üstəgələk b-dir. Düzdürmü? İndi 1, nədir bu x-in qiyməti bu y-ni gətirib yerinə qoyuram. 1 bərabərdir 3 vur 1 üstəgəl b. Buradan alırıq. B bərabərdir mənfi 2. Onda tənliyimizi gətirib burada b-nin yerinə qoysaq, y bərabərdir 3x çıxaq 2 olar. Cavabımız olar B variantı. Bu qədər sadə. 40-cı sualda isə uşaqlar 40-da nə deyir bizə? Y bərabərdir 4x çıxaq 3 düz xəttinə paralel olan və 2 nöqtəsindən keçən düz xəttin tənliyi. Uşaqlar, digərinin k-sı nəyə bərabərdir? 4-ə. Bu 4-dürsə, digərinin də k-sı. Onda y bərabərdir 4x üstəgələk b-dir. Həmin tənlik. Əgər 2 nöqtəsindən keçirsə, gətirib yeni qoyacağım. 2 bərabər 4 vur 2 üstəgəl b. Burada alıram 2 bərabərdir 8 üstəgəl b. Buradan b-ni alıram nə? Mənfi 6. Onda tənliyi gətirib burada b-ni yerinə qoysam, alaram y bərabərdir müsbət 4x çıxaq 6. Cavabımız olar yenə b bəndi. 41-də isə deyir ki, x 0, y 0, x 2, y 4 düz xətlər arasında qalan düzbucağın sahəsini tapın. Diqqət edək.
Deməli x0, y0. Aha, buradan başlayıb hər ikisi. X-in ikisi, y-in 4. Buradır. Diqqət edin, belə bir düzbucaqlanın. Bu da 2-dir. Bizə deyir ki, düz xətlər arasında qalan düzbucağın sahəsi. Bura 2-dir, burada 4-dür. Sahəsi nə olacaq? 2 vur 4 bərabərdir 8. Cavabımız olacaq 8. 42-ci sualda isə yenə x0, y0, x5, y3. Diqqət edin uşaqlar. X 5'dir, y ise 3'tür. Baxın. Bu digərində x0, y0 buraydı. Deməli, belə bir düzbucaqlı aldıq. Düzdürmü? İndi bura eni 3'dür, uzunluğu 5'dir. Məsafə olaraq da, düzdürmü? Bizə deyir ki, düzbucağın sahəsi nə olacaq? 3 vur 5, bizəcə 15. Cavabımız 15 olaraq qeyd edəcəyik. 43'də isə deyir, B-nin hansı qiymətində y bərabərdir 2x üstə gələk B düz xətti 1,7 nöqtəsindən keçir. 1,7 nöqtəsindən keçir. Əgər 1,7 nöqtəsindən keçirsə, y-in qiyməti nədir? 7. Yazıram, 7 bərabərdir 2 vuraq 1 üstə gələk B. Çünki x-in qiyməti 1. Buradan B-ni tapırıq. Nə eləyir? 2 üstə gələk B bərabər 7. Onda B bərabərdir 7 çıxaq 2. Deyəcək 5. İndi B-ni soruşur, cavab 5. 44'də isə görək nə deyir? Yenə eyni sual demək olar ki, deyir B-nin hansı qiymətində y bərabərdir 3x üstə gələk B düz xətti 3-10 nöqtəsindən keçirsə. Deməli, y 10'dur uşaqlar, x də 3'dür. Gətirib yerinə qoysam 10 bərabərdir 3 vuraq 3 üstə gəl B. Burada alıram B bərabərdir 10 çıxaq 9. B-ni alıram nə? 1. Cavabımız olur elə 1. 45'də isə şəkil əsasında B nöqtəsinin ordinatını tapın. Diqqət edək. Deyir ki, yəni B nöqtəsini tapın da. Ordinatı, yəni ordinat oxunun üzərində durub da onu deyir uşaqlar. Aha, nə verib? Deyir ki, bizə verib y bərabərdir 2x plus 4. 4. Deməli, k-mız müsbət. Aha, B-ni tapın. B nədir? Y-in aldığı qiymət. Gəlin x-a 0 deyək. Y-yi tapaq. Y-ə 0 deyək, x tapaq. X-a 0 desək, x-a 0. Y-i nə alıram? Alıram y bərabərdir 2 vur. 0 üstə 4. Alıram y bərabərdir 4. Bu da y-in 4 qiymətdə. Deməli, y-in qiymət, B-nin qiyməti nə imiş? Y-in qiymətinə bərabər. B-miz oldu nə? 4. Cavab elə 4 olaraq qeyd edin. 46'da şəkilə əsasən C nöqtəsinin apsisini tapın. Bizə verib tənliyi y bərabərdir -2x üstə gəl 6. Uşaqlar, bizdən apsis soruşursa, apsis oxu üzərində bax. Burada yerləşibsə, buranın x-i var da C-dir, düzdür? Bəs y nədir? 0'dır. Onda y-nə gələn 0 deyək, x-ni tapaq da. Olacaq -2x üstə gəl 6 bərabərdir 0-dırsa, -2x bərabərdir -6. Onda x bərabərdir müsbət 3. O da nədir? Elə C-dir. Çünki C-nin qiymətini soruşur bizdən. Cavabımız oldu 3. 47'ye baxırıq. Deyir ki, nə deyir? 0, 0 və 2, 8 nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapın. Uşaqlar, bucaq əmsalı nə idi? K idi. K deyirdik nədir? Y2 çıx Y1 böl x2 çıx x1 idi. Yəni 8 çıx 0 böl 2 çıx 0 bərabərdir. Bu da deyir 8 böl 2. Bu da 4. Cavabımız bucaq əmsalımız nə oldu? 4'ə bərabər oldu. 48'də isə eyni sualdır. Yenə uşaqlar 0, 0 və 3, 6 nöqtələrindən keçən. Deyirdik K bucaq əmsalı bərabərdir. Düz xəttin bucaq əmsalı. Y2 çıx Y1 böl x2 çıx x1 bərabərdir. Yəni 6 çıx 0 böl 3 çıx 0 bərabərdir. 6 böl 3, o da deyir 2. Bucaq əmsalımız olar 2. 49'da isə nə deyir? Bunlar biraz uzun olacaq. Yəqin ki 50 də elədik. Aha, elədir.
Deməli, bizə verib y bərabərdir kx çıxaq 3. Funksiyası üçün uyğunluğu müəyyəndir. Birinci halda deyir ki, 2, 1 nöqtəsindən keçir. İkinci halda deyir ki, 1, 0 nöqtəsindən keçir. Üçüncü halda deyir ki, 3, 9 nöqtəsindən keçirsə, neyi tapın? K-nı tapın. Gətirib yerinə qoyacaq. Birincidə qoyuram yerinə 2 bərabərdir 1 vuraq K çıxaq 3. K-dan 3 çıxanda 2 edirsə, K nədir? Özü 5-dir. Bu birinci. Sonra yazıram 0 bərabərdir K vur 1 çıxaq 3. K-dan 3 çıxanda 0 edirsə, K özü 3-dür. Daha sonra 9 bərabərdir K vur 3 çıxaq 3. 3K çıxaq 3. Əgər 9-sa alıram 3K 12-dirsə, onda K-nı tapıram 4. Deməli, birincidə 5 yazıram birincinin cavabını. 5 hansındadır? Y-də. İkincidə 3 C-də. Üçüncüdə isə deməli tapdım 4. 4 hardadır? D-dir. Yenilənmə gedir bircə saniyə. Bu olur D-də. Deməli, birinci oldu ki, 5 tapdı, o da düzdür. 1 bərabərdir. Yox, uşaqlar, burada səhv etmişəm. Baxın, burada olmalıydı 1, yəni gidin qiymət 1 bərabərdir. 2 vur K çıx 3. Düzdür? Aha, 4, K2 oldu burada uşaqlar, özürlü sayın. 2 olan halı B variantında diyor. B-də, yeri D. Deməli, cavabımız oldu B, C, D. 50-ci sualda isə görək nə deyir? Uyğunluğu müəyyəndir. Deməli, birincidə deyir bir nöqtədə kəsişir. İkincidə deyir paraleldir. Üçüncüdə deyir üst-üstə düşür. Bu üstündən tök birində seçək olsun, bu ikinci. Üst-üstə düşür, təsvir edək. Deməli, bir nöqtədə variantlar ilə seçəcəyik. Uşaqlar, bir nöqtədə kəsişənlər K-ları fərqli olanlardır. Baxaq birinciyə. Birincidə K-ları fərqli olanları seçək. Qarşısından qeyd edim də elə. Hər birisinin özünün qarşısından qeyd edim. K-ları fərqli olan hansılar? A variantında K-lar fərqli deyil. B variantında K-lar fərqlidir. C-də K-lar fərqlidir. Xeyr. D-də bəs? Bəli. Bunda 3x-dir uşaqlar digəri. Bunda mənfi 3x. O deməkdir ki, D-də də kəsişir. Daha sonra Y-də isə xeyr, hər ikisində mənfi 3x. Deməli, bir nöqtədə kəsişiri keçdik. Paraleldə nə olmalıdır? K-lar bərabər. Bax, K-lar bir-birinə oldu bərabər. Nə oldu? Deməli, A variantı. Daha sonra burada yox, burada K-lar bərabər. C, K-lar bərabərdir. Sonra digərlərində xeyr, K-lar bərabər deyil. Bax, Y variantına baxaq. Burada K-lar da B-lər də bərabərdir. Ona görə olmaz. Deməli, üçüncüdə isə üst-üstə düşür. Deməli, K-lar da bərabər olmalıdır. Daha sonra B-lər də bərabər. Bax, K-lar nədir? Mənfi 3, mənfi 3. B-lər də müsbət 2, müsbət 3. Deməli, Y variantında üst-üstə düşür. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.